Gözündən 75. İndi qardaş, baxaq bu gözünə. Ortadakı mayalanmayıb. Biraz arı götürək. Görək bu gözəlçəni burada tapa bilirikmi? Ha, buradadır. Gözəllər gözəli. Teymur Əliyevin ana arıları bax belədir. Lazım gələrsə taxtaya da yumurta qoyar. Deməli, qardaş, bunu da 83 nömrəsi ilə nömrələyəcəm. Bax, mən səni heç üzün də görməmişəm, tanımıram da. Sadəcə sosial şəbəkədə məni tanımısınız, mənə zəng vurmuşsunuz. Düzdür, bir neçə müddət olmuyor. Bax, indi sənin sifarişlərini mən hazırlayıram. Qardaş, mən yenə də deyirəm. Peşəkar arıçı olsun, ya bugün başlayan arıçı olsun. Bax, bu cür analar verirəm. Yəni, birinə yaxşı, birinə pis, yox. Ola bilsin, bəzi problemlər yarana bilir ana arıda. Bəzən bir ildən sonra o ana arıda erkəkləşmə də gedə bilir. Yəni, bu mənim arıçının işi deyil, bu təbiətin işidir, qardaş. Mən göstərirəm ki, bir ovuc arı ailəsində bu ana arı görürsüz neçə ramkaya yumurta qoyur. Yəni bu normal böyük bir arı ailəsində olsa bütün çərçivələrə yumurta qoyma qabiliyyəti var, qardaş. İndi mən bir nəfərəm, siz çox. Bunun qarşısını almışam. Qardaş, olsa hamınıza sataram. Pul qazanaram. Amma bu elə-belə ərsəyə gəlmir mənim qardaşım. İndi bu dəqiqə 3 arı ailəsində bundan gözəl ana arı var, amma qoyduğu yumurtalar yararsızdır. Yəni mən də qardaşım çalışıram ki, bütün bu qüsurları gözümlə görüm və bu ana arıya qərar verim. Satmaq olar, ya olmaz. İndi məni sevənlər çoxdur gənc arıçılardan. Amma sevməyənlər də var. Mənim gördüyüm işlərdən içalatı dağılan qurtdular da var. Mən öz arıçılıq karyeramda çalışıram ki, hər şeyi düzgün qaydada edəm ki, məndən gələn nəsillər məndən yaxşı sözlərlə danışsınlar. İndi dostlar, mənə çoxlu zənglər gəlir. Öyrənmək istəyənlər də olur. Onlara axşam WhatsAppda mən cavab yazıram. Bəzən elə insanlar zəng vurur ki, danışığı tərzini indi sizə mən deyirəm. Telefonda danışır, axsaqqal, ana arı var. Sən məndən 200 manata da ana arı istəsən, mən sənə satmaram. Çünki sən öz bir kəlmə danışığınla özünü göstərirsən. Mən bax belə adamam. 83 qardaş.